Salam əziz treyderlər. Analitik ictimaiyyət sizinlə əlaqə saxlayır Guru Markets. Şirkət haqqında ümumi məlumatla başlayaq. İstəsəniz videonu dayandıra bilərsiniz. Tədqiq olunan şirkətin bütün göstəricilərinə daha yaxından baxa bilərsiniz. Biz şirkətin cari fundamental göstəricilərini təhlil edəcəyik. Atrene Inc. ADR, ticker, RAE. Bu baxış 26 iyun 2025-ci il tarixinə olan məlumatlara əsaslanır. Təsnifatına görə Guru Markets şirkət Atrene Inc. alt kateqoriyaya aiddir. Retail Prom müqayisədə 46 şirkət iştirak edir. Verilən qərarları bu videonun sonunda görəcəyik. Sözügedən şirkət üçün nəticə 10 baldan 8 bal. Alt kateqoriya üzrə orta bal 0,8 baldır. Geniş şəkildə baxsanız, bütövlükdə bütün ABŞ bazarı çərçivəsində. Bütövlükdə birja üzrə orta balın 1,8 bal olduğunu görürük. Şirkətin 8 bal göstəricisinə qarşı Atrene Inc. ADR. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi Atrene Inc. ADR və alt kateqoriyalı şirkətlər. Son 12 ayda şirkətin səhmlərini görəcəyik. Atrene Inc. ADR 42,8% dinamika nümayiş etdirib. Alt kateqoriya üzrə qiymət dinamikası ilə müqayisədə -3,2%. Şirkətin bazar kapitallaşması Atrene Inc. 0,42 milyard dollar dəyərində qiymətləndirilib. 285 milyard dollarlıq bazar kapitallaşması ilə alt kateqoriyadır. Şirkətin balans dəyəri 0,3 milyard dollar olaraq qiymətləndirilir. Alt kateqoriyanın kapitallaşması isə 56 milyard dollardır. Birjanın səhmlərini və balans dəyərini müqayisə etdikdə aşağıdakıları görürük. Paylaş Atrene Inc. ADR alt kateqoriyada bazar kapitallaşmasını qiymətləndirərkən 0,147% təşkil edir. Balans dəyərinin kapitallaşması 0,54% təşkil edir. Alt kateqoriyada şirkətin bazar payının və balans dəyərinin qiymətləndirilməsi yaxşı 1 bal. Təhlil edilən təşkilatın 0,3 milyard dollar borcu var. Borcun balans dəyərinə nisbəti şirkətin kapitalının 10%-ni təşkil edir. Şirkətin borc öhdəliklərinin səviyyəsinə görə nəticə çox yaxşı 2 bal. Şirkətin bazar dəyərinin mənfəətə nisbəti 23,9-udur. 31,4 alt kateqoriyasında orta qiymətlə. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə bazar qiymətinin qazanc nisbəti yaxşı 1 bal. Son 12 ayda mənfəət 18 milyon dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan mənfəətin 67 milyon dollar olacağı gözlənilir. Alt kateqoriya ilə müqayisədə proqnozlaşdırılan gələcək mənfəət göstəricisinin qiymətləndirilməsi yaxşı 1 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 0,2-dir. Birinci alt kateqoriyada orta. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin birja dəyərinin gəlirə nisbətinin qiymətləndirilməsi yaxşı 1 bal. Son 12 ayda gəlir 2,400 milyon dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan gəlirin 4,160 milyon dollar olacağı gözlənilir. Proqnozlaşdırılan gələcək satış həcmləri göstəricisinin alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə qiymətləndirilməsi yaxşı 1 bal. Marjinallıq 0,7%-dir. Alt kateqoriyada orta hesabla 3%-dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə satış marjasının qiymətləndirilməsi keçərli 0 bal. Alt kateqoriyada işçilərin sayına görə şirkətin payı 0,199% təşkil edir. Bu, bazar kapitallaşma payından 35% çoxdur. Şirkətin bir işçisinə düşən kapitalın məbləği 201 min dollardır. Və alt kateqoriya üçün 271 min dollar.
Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən şirkət kapitalının miqdarının qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Şirkətin bir işçiyə düşən mənfəəti 8,4 min dollardır. Alt kateqoriya üçün orta qiymətlə 8,6 min dollar. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi, keçərli, 0 bal. Şirkətin bir işçisinə düşən gəlirin payı 1145 min dollardır. Alt kateqoriyada 283 min dollar. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən gəlirin qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Qısa müddətli əməliyyatların həcmi 0%-ə uyğundur. Alt kateqoriya üzrə orta göstərici 6,6% təşkil edir. Göstərici rəası 14 şirkət üçün %72 səviyyəsini göstərir. Atreni inc. Alt kateqoriyada RSI səviyyəsi 14,59%dir. Şirkətin səhmlərinin faktiki qiymətləndirilməsi təqribən 3,2 dollar təşkil edir. Şirkətin səhmləri üçün konsensus qiyməti təxminən 5,2 dollardır. Gəlin sifariş cədvəlinə keçək, o sizin üçün əlçatandır. Link bərkidilmiş şərhdədir. Sifariş cədvəlində məlumat və arayış sistemi tərəfindən bu mövsüm əvvəllər qəbul edilmiş tamamilə bütün qərarlar var. Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Şirkətin qiymətli kağızlarının təhlili nəticəsində Atreni inc. ADR. Məlumat və arayış sistemi Guru Markets aşağıdakı qərar qəbul edildi. Bir səhm üçün 3,19 dollar qiymət artımı ilə açıq ticarət. Sifariş açıqdır, çünki şirkətin kifayət qədər yüksək reytingi var. Təşkilatın qiymətləndirilməsi qiymətləndirmə meyarları, AKİM-in indeksi əsasında aparılmışdır. Mənfəət götürmək 4,67 səviyyəsində müəyyən edilmişdir. Stop loss 1,71 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra 26 iyul 2025-ci il tarixində ticarətin nəticələrinə əsasən sifariş avtomatik olaraq bağlanır. Və ya bu tarixdən əvvəlki son iş günündə Ticker DLTR satış üçün balanslaşdırma əməliyyatına çevriləcəkdir. Balanslaşdırma sifarişi ilə bağlı video bu kanalda olacaq və ya artıq yayımlanıb. Sifarişlərdən hər hansı birini bağlayarkən əsas və ya balanslaşdırma. İkinci sifariş son qiymətə bağlanır. Sona qədər izlədiyiniz və informasiya sistemindən istifadə etdiyiniz üçün tamaşaçılara çox sağ olun. Guru Markets.